Salam, kanalıma xoş gəlmisiniz. İnşallah səsimi eşidirsiniz. Hava əslində belə baxsan çox gözəldir. İntihasız dəhşət külək var. Ən çox da biz tərəflər biraz açıqlıqdır deyə orada vapşı külək var. Dünən Vaqifin ad gününü yola verdik. Dedi ki, mama bəs olarmı mən də uşaqları da çağırım. Əvvəllər keçib özləri otururdular. Hardasa restoranlarda setlərə gedirdilər. İndi amma nəsə deyir evdə oturaq. Dedim yaxşı oturaq, adam gəlir. Dedi uşaqlarla da evdə oturaq. Dedim yaxşı oturun. Yəni atasıyla danışdı. O da dedi ki olar oturun hə. İndi bir ki əksik gərəklik var. Gedirəm onu almağa. Eyni zamanda qaz doldurasıyam. Birdən yenə yadımdan çıxarır qaz doldurmaq. Qazı doldurum. Gəlim onların yeməklərini pişirim. Yeməklərini hazırlayım. İnansız gecə qabları heç yuya bilmədim. Saxladım, səhər yuydum. İndi bu axşam da onun uşaqlarıyla aldım lazım olanları. Hətta lazım olmayan da aldım. Giden evdə sizə göstərərəm. Baxıram ki, görüm adam zadı yoxdur ki, mən kameranı nə vaxt qaldırıram, bir dənə xanım var. Nə vaxt qaldırıram, sil onun qohumlarına rast gəlirəm. Ona görə deyirəm, görüm bir adam yoxdur ki, gedək evə. Vaqif gel üçün belə bir stol düzəltdik. Keçən səfər axıra qədər idi, dünən. Bu səfər də belə yarım oldu. Soklara bax, özü seçib özü alıbdı. Bunların işi gücü ancaq sokdur da. Nə olur olsun, bir dənə sok olsun. Vaqifin qonaqları getdi, işıq yenə söndü. Axırda şam işığında oturdular. Yığışdırım buraları. Bu 2-3 gündür işıq niyəsə sönür, yanır, sönür, yanır. Azadlığa tort ləvazimatlarına getdim. Yəni oraya getmişdim. Gəlmişkən dedim bu cicili-micilini də çəkim. Nə alsam 1 manatlıq mağazasını. Vitrinlər elə də dolu değildi. Amma gördüyüm qədərilə yeni mallar gətirmişdilər. Korobkalarda vitrinə düzülmək üçün gözləyirdi. Belə duz qabları var idi. Onlardan bir ara mən də işlətmişdim. Heç məsləhətli deyil. Hamısı qapağının altında qalırdı. Sonra beləsi var. Yine bu yaxşı olar yəqin ki. Balacaları da xanımlar bir dənəsini deyəsən 50 qəpiyə qoymuşdular. Rozetkaları zadı. Gördüyünüz kimi xanımlar da yığıb burada özləri üçün. Lazım olanları vitrinlər boşdur. Digər tərəflərdə qəşəng qızlar üçün broşkalar gətiriblər. Nevdinkalar, rezinlər cürbəcür. Qəşəng rəngarəng idi. Adam baxdıqca ürəyi açılırdı. Bu tərəfləri çəkdim. Biz aldığımız qızlar 3 manata aldığımız dırnaqlar burada 1 manat idi. Fikir verirsinizsə yuxarıda var idi. Sonra belə makyaj süngərləri var idi cürbəcür ölçülərdə. Hətta altının qabı ilə birlikdə var idi. Belə sousluqlar var idi. Yəqin ki nar şərab tökmək üçündür. Çünki balıq formasındaydı. Belə qəşəng qablar var idi. Bu rəngi var idi, digər rəngi var idi. Korobkalarda da yenə cürbəcür qablar gətirmişdilər. Amma ki açmamışdılar deyə onları çəkə bilmədim. Belə bıçaqlar var idi. Biraz yüngül idi. Amma ki bilmirəm necə bıçaqlardı. Sonra yeni qablar gətiriblər. Bunu birinci səfər idi görürdüm. İçərisində özündən kalçuk qaşığı da var idi. Yenə o başda göstərdiyim ədviyyat qablarının şüşə kimi görünür, amma şüşə değildi. O forması var idi. Belə pendir yağ qabı var idi. Bunlar da çox yüngül idi. Biraz ağır olsa adama daha elə gəlir ki, daha belə kalitəli olar. Amma çox yüngül idilər. Su qabları var idi. Belə qablar var idi. Üzərində belə şəkil olan saxlama qabı var idi. Baxdım ki, görüm, sirkələyirəm ki, görüm içərisində 2 dənədir ya 1 dənədir.
Baxdım ki, bir dənədir. Yuxarıda da belə yenə su qabları, ədviyyat qabları. Təzə gələnlərin çoxunu yuxarı qoyublar. Ona görə aşağı qoyub baxırdım. Bu qab maraqlı idi. Bilmirəm içərisinə nə qoymaq olar, amma görünüşü belə çox şirin idi. Xoşuma gəldi. Əsas mən bura girdim qızlar, onu deyim nə üçün girmişdim. Belə qablar var idi, yenə ikili. Yəqin ki, bunun da ikisi 1 manatdır. Saxlama qabıdır yəqin ki, balaca. Bu da kalçukdan. Şam üçün girmişdim. Sarı şamlar olur, belə dalğalı tort üçün olanlar həmişə olurdu, amma artıq tapa bilmirəm. Bir neçə səfərdir gələndə mağazaya gəlirəm ki, bəlkə ola, amma görə bilmirəm. Tort ləvazimatlarında yəqin ki, fikir vermişsiniz. Həmən şamlar 2 manat 50 qəpik ya 2 manat olur. Ona görə dedim, olsa buradan alardım. Bir çox vaxt müştəri də tortun üstündə istəyir. O qızılı şamlardan, amma ki, yox idi. Baxıram, məndə qurtarıbdı. Belə süzgəclər var idi. Onun yanında göstərdiyim rozvidə ya meyvə qabıdır, ya da ki, çörək qabıdır. Keçmişi meyvə qablarına oxşadı. Sonra belə qablar gətirmişdilər. Yenə kalçukdan. İçərisində düyüza düyməyə yaxşı olar. Belə bir anlıq fikirləşdim ki, görüm bu qabdan nə üçün istifadə eləmək olar. Sonra qızlar belə makyaj çantası kimi bir şey gətirmişdilər. Onu da göstərəcəm. Belə qablar da var idi. Bunları da tökmüşdülər. Hamısını iç-içə. Xanımlar, hər dəfə gedəndə belə çəkirəm bunları. İnşallah ki, sıxılmırsınız bu videolardan. Çünki bir çox xanım bilirəm, əvvəl mən diləydim. Uşaqlar balaca olanda çıxa bilmirdim, baxa bilmirdim nə var, nə yox. Yəni, mənə də xoş gəlirdi ki, açım belə baxım. Əvvəllər bizdə də çox, bizdə uşaqlar balaca olanda da elə çox kanallar yox idi, vlog kanalları. Bəlkə də var idi, mənim xəbərim yox idi. Amma mən türkləri izləyirdim. Onların vloglarına baxırdım. İnansız, onları belə izləyəndə həmişə deyirdim ki, nə qəşəng çəkib paylaşırlar da. Yəni, bizdə belə bir şey yoxdur. Heç ağlımın ucundan da keçməzdi ki, bir gün mən də çəkəm paylaşam. Fikir verin xanımlar, burada 50 qəpiyə qoyublar bunları. Yəni, bunların biri 50 qəpiy imiş. Hə, onu deyirəm, heç ağlımdan keçməzdi ki, yəni bir gün mən vlog çəkəm, nəysə belə bir şeylər. Amma ki, bilmək olmurdu oradan da sabahsı gün necə olur, vəziyyət necə gətirir. Bu maraqlı gəldi mənə. Sonra baxdım ki, daban daşı imiş. Belə bu şəkildə. Burada da skoçlar var. 2 tərəfli, içərisində 3 dənəlidir hətta. Belə normalda gedib alırıq. Bir dənəlisini 1 manata. Bu yaxşı idi. Burada da kisələr var idi. Sonra stol dəsmalları var idi. Belə bir su çəkən var idi. Qab pampersi deyirlər də buna el arasında. Arxası klonka, içərisində biraz masalkası var. Nazik bir qat. Üstü də parça. Yenə bu kraska qoymaq üçün olan şotkulardan var idi. Bunlar da münasib düşür. Yuxarıda da yenə milçək öldürənlər. Biz çivin öldürən deyirik. Biz tərəfdə çivin deyilir. Mövsümü gəlir da, evlərə də olur. Bizdə çox şükür evdə olmur. Təsadüfən bir dənə, 2 dənə olar. Onu da ki, həmən saniyə yoxa çıxardıram. Sonra qızlar belə qəliblər gördüm. Tort üçün olan qəliblərdən, tort ləvazimatlarında bunların heç birini 2 manatdan aşağı tapa bilməzsiniz. Mənə lazım deyildi deyə götürmədim. Amma belə baxdım çeşidlərinə, hansı çeşidlər var, elə xanımlar var. Sırf bu işlə məşğuldur. Şokolad əridib, üstünə ad-zad yazırlar, belə qəşəng düzəldib satırlar. Çəkdim, kimə maraqlıdırsa, yəni gəlib ala bilər. Bu arada Azadlıq metrosunun çıxışındakı binanın altındadır. Sonra burada yenə uşaqlar üçün corablar var idi. Papaq gətiriblər belə cürbəcür. Əslində bilirsiniz necədir? Utanmasam inansız şəhərə bütün papaq qoyardım. Çünki günəş kremlərini deyirlər ki, içərisində titanium var, rak yaradır. Sonra amma günəşdən də qorunmaq lazımdır. Ona görə belə ən yaxşısı papaqdır, şepqadır. Bir də deyirlər, yemədiyiniz şeyi üzünüzə çəkməyin. Bu kremlərin heç birində yeyə bilmirik. İstər-istəməz kimyəvi tərkibdir də. Ona görə yəni utanmasam inansız şəhərə belə kepqalar qoyub gəzərdim.
Həm günəşdən gözümüzü qoruyardı, həm üzümüz ləkələnməzdi. Məndə də üzüm çox həssasdır. Günəş elə də çox hələ ki olmayıb, amma mənim üzüm ləkələnib, gözlərimin kənarında tünd ləkələr əmələ gəlib. Ən çox da sağ tərəfdə. Çünki mən harasa gedəndə günəş sağ tərəfdən vurur. Sağ tərəfimdə daha çoxdur. Ondan da bilirəm ki, bu günəş ləkəsidir də 100%. Sol tərəfimdə azdırsa, günəş ora az vurursa, deməli sağ tərəfdən günəşin ləkələridir. Burada axtardığımı tapmadım. O dediyim kimi şam üçün girmişdim. Dedim gedim Şakamakaya da baxım. Orada da hər şey 1 manatdır. Oradan da sizin üçün çəkiliş elədim. Nəhayət ki bu otaq boşaldı. Sizə bunları göstərim. Təzə belələri gəlib. Mən də almışam. Çox qəşəngdir bunlar. Amma bunun risunkası yaxşı deyil. Belələri gəlib. Çox şirin görünürlər. Bunlar var. Qəşəngdilər. Sonra belə üçlü var. Yəqin ki ləpə qabıdır. Bunu bilmirəm. Bu nə üçündür? Belə balaca. Bəlkə də su sad içmək üçündür içərisində. Balaca belə bir şey. Banan formasında var. Ananas var. Bir də ki limonu var. Hətta belələri var. Qapaqları da var. Bunlar çox xoşuma gəldi. Superdirlər. Görmüşüz adı. Bu nədir bilmədim. Belə ikilisi var. Bunlar da 1 manatdır. Kül qabları. Böyle stəkanlar var. Bunlar da yine 1 manatdır. Böyle çaşka dəstləri var. Bunlar da yine 6 manat olar yəqin ki. Bunlar qəşəngdir. Çox gözəl görünür. Belə türklərdə məşhur olan stəkanlardan var, amma çox ağırdır. Şüşəsi çox qalındır. Belə qablar var, sonra qəşəng rüsumkalarda o göy rəngli olanlar qəşəngdilər. Bir ara mənim də beynimə düşmüşdü. Onlardan istəyirdim bir 6 dənə alım. Bacım fikrimdən yayındırdı ki, nə edirsən, səndən çox qabı olan yoxdur. Qaynanamın o qədər qabları qalıb ki, qızlar. Onları çoxsunu badvala qoymuşuq. Oradan da keçdim, gəldim tort ləvazimatlarına. Burada xına üçün, paylama konfetlər üçün belə qablar var. Güllər var, sonra keks qabları var. Əsas mən buraya gəlməyimin səbəbi kremim zadım qurtarmışdı. Həm də ki, bacım üçün bu toplardan almalıydım. Onlar tərəfdə yox idi. Burada hətta qutular da var, gördüyünüz kimi. Lentlər də var, cürbəcür, yəni hədiyyə paketi hazırlamaq üçün. Lazer kəsimlər də var. Lazer kəsimi sifariş verməkdə olur. Sonra cürbəcür tortun üzəri üçün belə kuklalar var. Onlar kalçukdan idi. Sonra kremlər var. Burada da baxdıqca fikirləşirəm, görüm mənə nə lazımdır, nə alasıyam. Qızlar, bu da mənim istifadə etdiyim su boyalardır. Keçən səfər bir xanım yazıb ki, hansı boya yaxşıdır, amma bir səfərlik üçün. Qızlar, elə o paketdə olan 20 qəpiyə, 30 qəpiyə olan boyalar çox gözəl rəng verir. Bir səfərlik istifadə edirsinizsə, elə onlardan alsaz yaxşı olar. Demək olar ki, məndə də 5-6 dənə rəng var. Çoxsunu elə o paketdə olan 20 qəpiklik boyalardan istifadə edirəm. Gözəl də rəng verir onlar. Belə mən aldığım bu salafanlardan var, soyuducuya qabların ağzına keçirmək üçün. Napolyon
xəmiri var idi, yəni bişmiş şəkildə Napoleon yuxaları. Burada da yenə rəqəm kəsicilərdir. Şeylər var idi, şəkər xəmirləri, kilosu 4.60 idi. Gördüyünüz kimi bunun kilosu da 5 manatdır. Bu yaxşıdır ki, qiymətlərini qabağına yazıb vurublar. Belə çöplər var. Bunların balacasından mənə lazımdır, amma Tayqadan alacağam. Orada qiymətlər daha münasibdir. Hə, bu arada qızlar, həmişə deyirəm Tayqa. Tayqa Binəqədi şosesində yerləşir. Polad əritmə zavodu ilə üzbəüz yerləşir. Böyük supermarketdir. Burada da gördüyünüz kimi figurlar var. Dənəsi 3 manat idi bunların da. Mən evdən çıxanda hava belə açıq deyildi. Qışıq gün çıxdı. Azadlıqdayam. Tort ləvazimatlarında təbii ki. Buradan da gedib mikseri götürməliyəm. Görək mikserimiz düzəlibdimi? İnşallah düzələr. Bir dənə onu zəng edeyim, sorurum. Oradan da onu götürüm, gedim evə. Elə gün vurur ki, heç nə çəkdiyimi də bilmirəm. Gəldim Azadlıqdan. Qızlar, bu səfər bunu aldım. Tərifləyirlər, dedim yoxluyum. Həm də bunun yağlılığı digərinə nisbətən daha yaxşıdır. Deyirlər, keçən səfər bacımgilə gedəndə onun kremindən qalmışdı. Dadına baxdım, həqiqətən də bunun yağlılığı digərindən daha yaxşı idi. Yəni Pratosdan daha yağlı idi, nətəri, yəni dadı daha gözəl idi, belə deyim də. Sonra çiyələk jelisi aldım. Kilosu 4 manat 50 qəpik idi. Elə 2 manatlıq götürmüşəm. Yəni olan o qədər qablarda idi. Düz gərək o qədər istəməsən də məcbur o qədər götürdüm. Çiyələk dolğusu aldım. Baxın. Bu sırf çiyələmin özü dadıyır, çiyələk dolğusu. Mən çiyələm deyəndə bəzən xanımlar deyir, niyə çiyələm deyirsən? Nəysə, çiyələm dolğusu götürdüm. Bunu hətta sizə göstərim. Bunun qoxusu, dadı möhtəşəm bir şeydir. Məndən çiyələk jeleli istədilər, amma ki, mən dedim, tək çiyələk jeleli olmaz. Gərək biraz da dolğu qatam. Ağzını açanda bir super qoxusu gəlir. Yəni çiyələmlə belə qoxu gəlmir. Həmçinin dadı da çox gözəldir. Necə deyirlər, elə bil ki, çiyələmi əziblər belə. Cemini hazırlayıblar, amma cem kimi də deyil. Baxın, belə tam tutmur. Belə nə su kimidir, nə lap belə bərkdir, belə jeli kimidir, belə deyim. Dadı da superdir. Hətta görə bilərsiniz, içərisində çiyələmin, içərisində çiyələmin lifləri də var, çiyitləri də var. Yəni belə qəşəng dadır, super bir şeydir. O bundan daha baha olur. Məsəl üçün gördünüz, bunun kilosu 4.50 idi, bunun kilosu 7.50-dir. Üzərində göstərim dəqiq, baxın, dolğu. Bu çiyələm dolğusudur, digəri jelidir. Sonra izamat götürdüm. Bir də ki, qızımı gətirdim nəhayət ki, zəng gəlir, birdən onda cavab verim. Maşını dediyim kimi gətirdim. Məhlədə idi. Məhlədə deyəndə məhlənin başındaydı. Təmir olunan yer. Götürdüm, gətirdim, motoru yanıbmış. Motorunu mən elə bildim dəyişdirir, amma dəyişdirməyib. Deyir, motorunu sarıdım, üzərinin mis simləri olur deyəsən, onlar yanıbmış. Onları açıb yenidən sarıyıb, yoxsa nəsə belə bir şeylər. Tam başımda çıxmır. Nədən oldu, onu da deyim. Mən bunun da paxlava, bir də ki, badambura xəmiri yoğurdum. Yarım porsiyaydı. Dedim, yəqin ki, bir şey eləməz. Amma ki, iyi gəlirdi. Bir də fırlanmağı yaxşı deyildi. Ustaya aparan günüsü də yandırdım ki, bir əldə, yəni getməmişdən belə şey eləyim. Baxdım ki, bu səfərdə bir dənə fırlanmaq istədi, amma qaldı yerində, fırlanmadı. Safsim dayandı. Çanağını da taxdım. Usta dedi, motorunda 1 il ərzində nəsə problem olsa mənlikdir. 1 il motoruna zəmanət verirəm. İnşallah heç bir şey olmaz. Biraz səsində dəyişiklik var. Əvvəlki kimi
Əvvəl daha kibar çıxırdı səsi, indi biraz elə bil daha biraz gobud çıxır. Nəsə, inşallah yaxşı olar. Gətirim, tortum var, hazırlayım, yumurtaları çıxartdım. Suya qoydum ki, biraz ılıqlansın yumurtalar. Çünki soyuducudaydı, suyu da soyuyub, biraz istilədim. Əl yandırmayacaq. İstilikdə suya qoyulur. Əl yandırsa su yumurtaları da pişirir. Ona diqqət eləmək lazımdır. Biraz yumurtalar isinsin. Keçin biskvitimi çalım. 7 yumurtadan 2 kilo yarımlıq tort nəzərdə tutmuşam. Amma çox yəqin ki 3 kiloqram olacaq. Çünki üzərinin bəzəyi çoxdur. İndi görək nə qədər olacaq da. Qızlar, yeni kremi çaldım. Baxın, çox qəşəngdir. Belə elə kremlər olur, çox çalınanda qıxmıq kimi olur. Amma bunun yağlılığı daha çoxdur. Sevdim. Baxın, necə pürüzsüz, gözəl, ışım-ışımdır. Sədaf parlaqlığı var sanki. Qəşəngdir, sevdim. Doğradım biskviti 22 santimetrdə 7 yumurtanın biskvitini vurdum. Belə 2 dənə ayrı-ayrı bişirdim. Birisini də pişirirəm mən. Yan-yana 22 santimetr sığışır 2 dənə çəmbər sobanın sinisinə. 2 dənə pişirdim. Birini az tökürəm, birini çox tökürəm. Biri belə 3 laylı olur, biri 2 laylı olur. Sonra çiyələk dolğusu var, çiyələk jelisi var. Belə çiyələyin jeli qabında belə şey hazırladım. Həm də dedim ki, bunun da dadı qarışsın bu islatma suyuna, malako ilə. Yəni qatılaşdırılmış südlə. Baxın, qaşığın üstündə də qalıb. Bu şokoladdan var, bu şokoladdan var, qozumuz var. Belə remix bir şey olacaq, qəşəng bir şey alınmalıdır. Başlayayım tortu yığmağa. Göstərə bilsəm sizə də çəkərəm, ya da gətirim qurum elə bərbaşdan çəkim. Tort sürüşməsin deyə birinci padlonun üzərinə krem çəkirik. Onun üzərindən kremi, daha doğrusu biskviti sulayırıq. Xanımlar, bir çox xanımlar yazır ki, yəni sulamağa ehtiyac yoxdur. Bizim biskvit onsuzdan çox yumuşaq olur. Nə bilim, nəyə görə sulayırsınız? Heç o sulamağın ehtiyacı yoxdur. Yəqin sizin biskvit bərk olur. Xeyr xanımlar, bu sulamaq onun üçün deyil. Sulamayanda, sizə mən deyim də, biskviti sulamayanda kremin tərkibindəki suyu çəkir canına. Krem qıxmıq kimi olur. Krem qıxmıq kimi olanda avtomatik, yəni krem adamın ağzında, belə deyim də, qaymaq kimi ərimir, dondurma kimi ərimir. Yəni tortun avtomatik şeyini düşürür də, belə möhtəşəmliyini aşağı salır. Təsəvvürünüzə gətirin, yeyirsiniz tortu, krem ağzınızda qıxmıq kimidir. O da nəyə görə? Biskvit qurudur, təbii olaraq krem suludur, amma biskvit quru olduğuna görə kremin suyunu çəkir öz canına. Təsəvvürünüzə gətirin, kremi çox çalanda necə qıxmıq kimi olur, belə bərkiyir. Bax, krem elə olur sulamayanda. Ona görə həmişə tortun biskvitini sulamaq lazımdır. Biskvit quru da olsa, yumuşaq da olsa, hətta çox quru olanda daha çox sulamaq lazımdır ki, daha yaxşı olsun da. Yəni, həm biskvit sulanmış kimi olsun, həm də ki, kremi də çox suyunu çəkməsin. Gördüyünüz kimi 2 cür şokoladdan istifadə edirəm. Kənarlarına belə bir baryer çəkirəm ki, tortumuzun düzlüyü yaxşı çıxsın. Eyni zamanda bu çiyələm jelisi zat kənarından daşmasın. Birincisini bir şokoladla yığdım, ikincisini deyəsən qozla yığdım, üçüncü lay damla şokolad. Ayrıca onu da deyim, bu şokoladların dadları da fərqli-fərqlidir. Ona görə hər cür, yəni evdə əlimdə olan bütün şokoladlardan istifadə elədim ki, tortumuzun dadı möhtəşəm olsun. Həm də bacım mənə deyir ki, sənə buraxıram da, nə eləyirsən elə, sən bilirsən deyir, nəyə hara qoymaq lazımdır, sənə güvənirəm. Mən də dedim ki, yəni mənə güvənir deyibdisə, onsuzdan bundan əvvəlki tortları da bəyənmişdi. Dedim, bu tort möhtəşəm olmalıdır da. Heç soruşmadım, məsəl üçün, o şokoladdan vurum, bu şokoladdan vurum. Məsəl üçün, heç ona mən demədim ki, çiyələk dolğusu vuracam. O sadəcə mənə dedi ki,
bir dəfə çiyələk dolğusu almışdım. Xoşuma gəlmişdi. Yəni bütün tortlara vurmuşdum. Daha doğrusu çiyələm jelisi. Mən də dedim bu jelidən xoşu gəlibdisə 100% dolğuya, yəni belə ürəklər gedəsidir. Çünki jelinin dadı olmur, amma dolğu çiyələmin sırf öz dadını verir. Hətta indiki çiyələmlərdən daha çox çiyələm dadıyır. Bu arada çiyələm deyirəm, bizim ləhcədə çiyələm deyilir. Çiyələk deyəndə çaşıram, cümlənin axırını gətirə bilmirəm. Ona görə, yəni izləyirsinizsə belə də qəbul eləməlisiniz də. Neyniyim, dəyişdirə bilmirəm ləhcəmi. Hə, qızlar, axırıncı qatıda birinci qat bir şokolad, ikinci qat damla şokolad, üçüncü qat qoz, dördüncü qatda qarışıq elədim. Gördüyünüz kimi həm qəpik şokoladdan vurdum, həm damla şokoladdan vurdum, həm də ki 4 künc şokoladları var. Ondan vurdum. Gördüyünüz kimi üstünü də əsas dolğu, ondan sonra da jeli. Çalışdım ki dolğunu qutarım. Görürsünüz jeli qaldı, amma dolğu qutardı. Dolğu dadlı olur deyə daha çox dolğudan istifadə elədim. Qızlar, gələn səfərdə inşallah bəzənməsini paylaşacağım. Çünki onun videosu da uzundur. Bugünlük hələlik məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Hələlik.